Hər kəsə salamlar, necəsiz? Bizlər çox yaxşıyıq, şükürlər olsun. Uzun müddət sonra vlog çəkirəm. Yeni evimizə köçmüşük, yeni rayona köçmüşük. Ən son qısa video paylaşmışdım ki, köçürük. Ondan sonra video paylaşa bilmədim. Çünki başımız evə qarışmışdı, köçə qarışmışdı. Ancaq yerləşib indi də vlog çəkə bilirəm. Öncəliklə Ramazan ayınız mübarək olsun. Hər kəsin tutduğu oruclar qəbul olsun inşallah. Bu hissədən başlayaq. Bu olduğumuz yer qapalı balkondur. Biz buranı mətbəxə çevirmişik. Bu hissəsi girişdir. Buradan belə şüşəli bir qapıdır. Burada ayaqqabı dolabı yerləşdirmişik. Və girişdən sol tərəfdə isə mətbəxi bura köçürtmüşük. Yəni qapalı balkon idi bura. Bura köçürtdük mətbəxi. Kuxna mebelini də burada yığdırdıq. Kuxna mebeli burada evin özünün idi. Qalan əşyalar hamısı özümüzündür. Belə yerləşdirmişik. Əlimdən gəldikcə səliqəyə saldım. Belə. O dolabda da yenə elektron əşyalarım falan var, produktlar var. Və boydan pəncərədir, böyük pəncərədir belə. Və əşyalar əslində yerdə xoşum gəlmir belə, amma məcbur, başqa yer yoxdur. Mətbəximiz belə. Və mətbəxdən sonra isə burada koridora giriş var. Belə xudmani bir koridorumuz var. Soyuducu mətbəxə yerləşmədi, ona görə koridora qoymuşuq. Sağ tərəfdə yataq otağıdır. Belə. Bu termo ilə dumuçqalar Astarada da var idi, orada almışdıq. Bu dolabla yataq da eynən termonun dəstidir. Bura gələndə də bu dəsti aldıq. Dolabın bir qismi gəlməyib. Bir qapılı da dolab var burada, güzgülü olacaq. O gəlməyibdi. 3 həftədir ki, gözləyirik. İnşallah gələcək. O yerdə korobkada olanlarda çantalarım falandır. Dolabı gözləyirəm gəlsin. Onları da yerləşdirək. Yataq otağımız da bu cürdür. Biraz xudmanidir. Yəni balacadır. Astaradakı otaqlar böyük idi. Buradakı balacadır. Belə. Amma yenə də yerləşmişik. Rahat. Yataq otağının həmən yanında isə qonaq otağı var. Belə. Bu masa və oturacaqlar evin özünündür. Divan bizimdir. Qonaq otağı genişdir. Bura isə köhnə mətbəxin yeridir. Biz buranı uşaqlara otaq hazırladıq. Çünki əlavə otaq yox idi. Balkon da boş qaldığına görə, həm də qapalı balkon olduğuna görə oranı mətbəx edib. Köhnə mətbəxi də belə uşaqlara otaq elədik. Belə. Burada yazı masaları. Bu hissədə də belə dolabı yerləşdirdik. Bir də belə çəkməcə aldım. Buradakı su sistemi, kanalizasiya sistemini bağlatdırmışıq. Qaz da həmçinin var idi burada. Qazı da bağlatdırdıq hamısını. Qapalı balkona ora keçirtdik, ora çəkdik. Yəni bu ev qədər məni yoran ev olmamışdı. Yoldaşım da, mən də bu ev qədər yoran ev olmamışdı. 10-cu köçümüzdü, amma ən çox işlədiyimiz ev bura oldu.
Bura isə hamamdır. Oranı çəkməyəcəm. Belə geniş, səliqəli hamamdır. Evimiz bu qədər.